Marketlər bizi tələyə salır. Heç düşünmüsünüz, marketə bir çörək üçün girib, niyə 2 torba dolusu məhsulla çıxırsınız? Xeyr, problem sizin iradənizdə deyil. Bu beyniniz üçün qurulmuş bir peşəkar tələdir. Diqqət yetirin, böyük marketlərin heç birində saat və pəncərə olmur. Məqsəd çöldəki dünyadan qopub içəridə daha çox vaxt keçirməyimizdir. Çörək, süd, yumurta kimi gündəlik istifadə edilən məhsullar həmişə marketin ən uzaq küncündə olur. Həmin məhsula çatmaq üçün bütün marketi gəzməli olursunuz. Məhsulun ucuz olduğuna inandıran bir hilə daha var. Qiymət 9,99 olduqda 10 manatı deyil, soldakı ilk rəqəmi 9-u qəbul edirik. Çünki beynimiz rəqəmləri soldan sağa oxuyur. Maraqlıdır ki, səbətlərin ölçüsü son illərdə 2 dəfə böyüyüb. Boş səbətlər insanda şuuraltı bir narahatlıq yaradır və fərqinə varmadan onu doldurmağa çalışırıq. Siz marketlərdə hansısa tələyə düşmüsünüz? Şərhdə yazın. Videonu yaxınlarınıza göndərin ki, tələyə düşməsinlər.